Bugünkü MİQ mövzusu dərzi şagirdi Əhməddir. Ümumiyyətlə bilirik ki, keçənki MİQ çərçivə sənədindən fərqli olaraq bu il bəzi mövzular yenilənibdir, bəziləri çərçivə sənədindən çıxarılıbdır. Əslində bu 6-cı sinif dərsinin təzələnməsi ilə əlaqədar, çünki yeni salınmış mövzular demək olar ki, həmin dərsliyə əsasən salınıbdır və bəziləri də dərslikdən çıxarılıbdır. Ümumiyyətlə dərzi şagirdi Əhməd təbii ki, keçən ildə MİQ çərçivə sənətində var idi, bu il də MİQ çərçivə sənətində var. Bəs əsasən oxuyanda nələrə diqqət eləməliyik? Ümumiyyətlə, çalışmaq lazımdır ki, MİQ-ə hazırlaşanda hər hansı bir mövzunu oxuduğumuz zaman orada hər bir demək olar ki, abzasdan nəticə çıxardaq. Hətta ədəbiyyatda elə oxumaq lazımdır ki, nəinki abzas, hər bir cümlədən, hər bir sətirdən sual düşə bilər. Yəni bunu təbii ki, hər birimiz MİQ-ə hazırlaşan hər bir kəs bilir, amma əsasən nələrə diqqət eləmək lazımdır? Mən dərzi şagirdi Əhməd mövzusunda onları qeyd eləmişəm. Təbii ki, məqsədim burada mövzunu əvvəldən sonacan sizə yəni PDF-in üzərindən oxumuş kimi oxuyub izah etmək deyil. Əsasən hansı məqamlara diqqət yetirmək lazımdır, hansı məqamlara fikir vermək lazımdır, onlara diqqət eləmək lazımdır. Çünki bəzən oxuyuruq və əsas olan yerlərin üstündən keçirik. Ümumiyyətlə, burada qısa şəkildə yazmışam. Oxuduğumuz zaman mövzu bizə qarmaqarışıq gələ bilər. Belə olduğu halda çalışmaq lazımdır ki, obrazları ayıraq. Bəzən bir əsərdə və yaxud da bu nağıl olmaya da bilər. Təbii ki, bilirik dərzi şagirdi Əhməd nağıldır, epik növdə yazılıbdır, Qaravəlli ilə başlayır. Bəzən çox geniş mövzularda xırdalığına qədər yadda saxlaya bilirik, amma bəzən asan mövzularda əhəmiyyət verməyib üstündən keçdiyimiz hissələr olur və imtahanda da elə suallar salırlar. Məsələn, bunu asan şəkildə yadda saxlamaq üçün əgər çətinlik çəkiriksə də, birincisi obrazları qeyd edə bilərik. Yəni bunun üçün hər hansı bir müəllimə ehtiyac lazım deyil. Bunu özümüzdə vərdiş kimi yaratmalıyıq ki, əlimizin altında, yəni bir qələm, dəftər, vərəq və s. Biz oxuduqca həmin hissələri təbii ki, mövzunu köçürmək məqsədimiz deyil, olduğu kimi əsas yerləri qeyd edirik. Məsələn, birinci obrazlardan başlayaq. Burada qeyd eləmişəm hansı obrazlardır? Bildiyimiz kimi Şah Abbas, vəziri Allahverdi xan, Firəng padşahı, Firəng padşahının vəziri, Əhməd, Pəri Sultan Qaravaş əsas obrazlarımızdır. Ümumiyyətlə, bu əsərdə İki əsas vəzir obrazı var. Biri Şah Abbasın vəziri Allahverdi xandır, digəri Firəng padşahının vəziridir. Şah Abbasın vəzirin adı verilibdir Allahverdi xan, amma Firəng padşahının vəziri ilə Firəng padşahının vəziri olaraq da qeyd edilir. Amma ümumiyyətlə bizə desək ki, yalnız iki vəzir var nağılda, bu səhv olar. Çünki həmin hissələri oxuduğumuz zaman, əsəri oxuduğumuz zaman orada qeyd edilir ki, vəzirlər, yəni başqaları da var. Yəni məzmunu oxuyanda bu sizin qabağınıza çıxacaq, hansı ki verilən tapşırıqları Əhməd tapanda orada vəzirlər formasında da sözdən istifadə edilibdir. Şah Abbas'a aid əsas xüsusiyyət nədən ibarətdir? Yəni daha doğrusu nələrini yadda saxlamalıyıq? Ümumiyyətlə hadisələr harda baş verir? İsfahanda. Hadisələr İsfahanda baş verir. Şah Abbas bir gün vəziri Allahverdi xana deyir ki, səyahətə çıxaq. Baxın, bu təklifi Allahverdi xan təklif eləmir. Bu təklifi Şah Abbas təklif eləyir. Səyahətə çıxmağı təklif eləyir. Eyni zamanda gözəl avazı olan kim idi? Şah Abbas. Daha sonra Allahverdi xan Şah Abbasın vəziridir. Namussuz yaşamaqdansa namuslu ölmək daha əfsəldir. Fikri də Allahverdi xana aiddir. Firəng padşahı Pəri Sultan oğluna istəyir. Göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın. Baxın, bu söz Firəng padşahına aiddir, amma əsərdə bunu səsləndirən Allahverdi xandır. Bax, bu sözü səsləndirən, bu fikri səsləndirən Allahverdi xandır. Çünki məktub şəkildə göndərir deyə bunu oxuyan, bunu deyən Allahverdi xandır, amma bu sözün müəllifi, yəni bu sözü yazdıran kimə aiddir desək, bu Firəng padşahına aiddir. Firəng padşahın vəziri, sənin torpağını at torbasında daşıdaram. Burada isə yəni talan edərəm mənasındadır. Firəng padşahının vəzirinə aiddir. Yəni bu çox vaxt qarışıq salınır, dəyişik salınır, amma bu Firəng padşahının vəzirinə aiddir.
Əhməd yuxusunu sonda danışır. Əslində yuxusunu həm də könüllü olaraq danışır da. Yəni dəfələrlə ondan soruşulmasına baxmayaraq, dəfələrlə Şah Abbasın müraciət eləməsinə baxmayaraq, hətta öz ustasının belə ondan soruşmasına baxmayaraq danışmır, amma sonda nağılın sonunda danışır. Pəri Sultan Şah Abbasın tək övladıdır, elmlidir, təhsillidir. Yəni təhsil alıbdır. Yəni tək övladıdır və təhsillidir. Bu hissədən də sual düşə bilər. Qaravaş Əhmədi ilk dəfə Yusifə bənzədir. 18-19 yaşında olduğunu qeyd eləyir. Təkcə Qaravaş bənzətmir. İlk dəfə olaraq Qaravaş Əhmədi Yusifə bənzədir. Daha sonra da Pəri Sultan görəndə o da Yusifə bənzədir. Şah Abbas Firəng padşahı tərəfindən sınağa çəkilir. Yəni qızını verməsə, onun əvəzinə ona sınaqlar deyir ki, yəni onda bu sınaqlardan keçməlisiniz. Məsələn, orada 3 sınaq var. Birinci sınaq ondan ibarət olur ki, 40 gəncin, yəni 40 gənc olur, bunun 20'si qız, 20'si oğlan olur və onlar eyni sifətdə olurlar, eyni boyda olurlar. Onları qeyd edir ki, yəni əl vurmadan bir-birinə fərqləndirmək lazımdır. Məhz bunu deyən Firəng padşahının vəziridir. İkinci sınaq ondan ibarət olur ki, atlar göndərirlər 1 yaşar, 2 yaşar, 3 yaşar olaraq və onlar yəni atların neçə yaşında olmağını tapmaları istənilir Şah Abbasdan. Firəng padşahı at göndərir, 3 at göndərir və onların neçə yaşda olduğunu tapmasını istəyir və 3-cü sınaqda isə almalar göndərilir ki, tapmalısan. Yəni də 3 alma göndərilir ki, hansı bu ilkidir, hansı bildirkidir, hansı inişilkidir. Yəni bunları fərqləndirməyə istəyir. Hətta 2-ci sınaqdan sonra 3-cü sınağı tapşırığı, daha doğrusu 3-cü tapşırığı deməmişdən əvvəl arada 10 gün vaxt olur. Yəni 10 gündən sonra 3-cü tapşırıq göndərilir ki, yəni almaların sirrini tapsınlar. Ümumiyyətlə ola bilsin ki, bunları belə yazmaq, sizə belə demək biraz qarışıq gələ bilər, amma təbii ki, burada mətndən olan əsas yerləri qeyd eləmişəm ki, əsas yerləri biləndən sonra oxuyanda bunları biləndə daha asan olur. Çünki bu əsasən əvvəlcə əsas hansı məqamlar lazımdır, onları qeyd etdikdən sonra bir də ümumi şəkildə məzmunu oxuyanda mən düşünürəm ki, onda daha yaxşı yadda qalır. Amma təbii ki, hərənin bir oxumaq, hərənin bir metod, bir üsulu var, bu fərqlənir. Amma ümid edirəm ki, bunun sizin üçün köməyi olar. Belə əsas tapşırıqları da qeyd elədik. Sonra burada Əhmədə aid olan hissələr var ki, məsələn, Əhməd birinci tapşırıqda Əhmədi kim çağırır? Yəni o tapşırığı həll eləmək üçün Şah Abbas çağırtdırır. Yəni bu hissələrə xüsusən diqqət eləyin. 3 tapşırığı olur. Birinci tapşırıqda kim Əhmədi yadına salır ki, bunu bəlkə Əhməd tapar və yaxud da çağıraq Əhməd tapsın. Bunu birinci tapşırıqda Şah Abbas çağırtdırır Əhmədi. Ora Şah Abbas çağırtdırır. Amma ikinci, üçüncü tapşırıqlarda bəlkə Əhməd tapar deyə, yəni sadə dildə desək də, yəni bəlkə Əhməd bu düşüncə ilə çağırır, ona Allahverdi xan olur. Sonra qızları və oğlanları ayırdıqdan sonra, yəni birinci tapşırıqdan sonra Şah Abbas bir daha ondan yuxusunu soruşur. Amma ikinci və üçüncü tapşırıqlardan sonra ondan yuxu soruşmur. Yəni bilirik ki, əvvəlcə də Əhməddən yuxu soruşulmuşdu, amma Əhməd deməmişdi də yuxusunu. Ona görə zindana atmışlar Əhmədi. Hətta birinci tapşırığı eləyəndən sonra, tapandan sonra da yenə də Əhməddən yuxusunu soruşur, demir və yenə də o döyülür və zindana göndərilir. Birinci tapşırıqdan sonra da, ikinci tapşırıqdan sonra da Əhməd döyülür. Amma üçüncü tapşırıqda yox təbii ki. Əhmədin şərtləri hansı idi? Bilirik ki, 3 tapşırıq var idi. Hər bir tapşırığı da yerinə yetirmək üçün Əhməd Şah Abbasın qabağına şərt qoyur. 40 nəfər gəncin 20'sinin qız, 20'sinin oğlan olduğunu ayırmamışdan əvvəl şərt qoyur ki, Pəri Sultanı mənə ver. Daha sonra ikinci tapşırıqda hansı ki atların 1 yaşar, 2 yaşar, 3 yaşar olduğunu tapmaq üçün onu tapmamışdan əvvəl deyir ki, Şah Abbasa kəbinimizi kəsdir. Üçüncü tapşırığı da artıq özü ehtimal eləyir. Yəni Şah Abbas Əhməd deməmişdən əvvəl də toy et deməmişdən əvvəl o deyir ki, onsuz da mən bu səfərdə onu çağırsam mənə deyəcək ki, bu səfərdə mənə toy et. Yəni üçüncü tapşırığı da Əhmədin şərti toy etməsini istəyir. Yəni Şah Abbas onlara toy etməsini istəyir və Şah Abbas Əhmədi daha sonra burada qeyd etmişik ki, Şah Abbas
boynuna alır nahaqdan Əhmədin döydürüldüyünü. Bəli, sonda boynuna alır ki, yəni onu nahaqdan döydürübdür. Daha sonra Allahverdi xan Əhmədin öldürülməyinə razı olmur, lap əvvəldə bəli və hətta onun çubuqla döyülməyinə, zindana atılmağına, deyir onu yaxşıca döydürək, zindana göndərək. Bu fikir Allahverdi xana aiddir. Ona görə ki, istəmirdi Əhməd öldürülsün də. Deyirdi onda sən yuxunu necə öyrənəcəksən Şah Abbası əgər onu öldürsən. Və Pəri Sultan da birinci, bir də bunu qeyd eləmişəm ki, burada Pəri Sultan Əhmədə hansı suallar verir ardıcıllıqla? Ola bilsin deyirəm, ola bilsin bəlkə də düşə bilər. Birinci Əhməddən adını soruşur, adının nə olduğunu soruşur. Daha sonra nə üçün zindana salındığını soruşur və üçüncü isə niyə yuxunu açıb bir yolluq canını qurtarmısan deyir. Ümid edirəm ki, əvvəl də qeyd etdiyim kimi bunun sizə faydası olar. Yəni burada əsas olan məqamların demək olar ki, əsas hissələrini qeyd eləmişəm. Nələrə diqqət yetirmək lazımdır? Ən əsas nəyə diqqət eləmək lazımdır? Biz burada birinci, ikinci, üçüncü tapşırıqda Əhmədin şərtləri hansılardır? Əhmədi kim çağırır həmin tapşırığı yerinə yetirmək üçün? Məsələn, birinci tapşırıqda Şah Abbas özü çağırır, amma o birislərdə Şah Abbas çağırmır. O birislərdə Allahverdi xan təklif edirlər ki, bəlkə Əhməd tapar, Əhmədi çağıraq. Yəni bu hadisələr baş verir. Frank padşahının hansı məsələ danışıq Frank padşahına aiddir? Hansı Frank padşahının vəzirinə aiddir? Daha çox bu hissələrə diqqət yetirmək lazımdır. Yəni bu hissələr, məsələn, bilirik ki, orada atları fərqləndirmək üçün nədən istifadə edilir? Süddən, yoncadan, arpadan. 1 yaşar at südə tərəf qaçır, 2 yaşar at yoncaya, 3 yaşar at arpaya tərəf qaçır və s. Sonra bu hissələrdəki təbii ki, almalar suya salır, lap dibə çökən, dərinlikdə qalan alma sulu olduğuna görə 1 illik alma olur. Gah ipək kimi üzdə qalan, gah bəzən də aşağı düşən alma 2 illik alma olur. Çünki o suyunu yarı çəkmiş olur. Amma suyun üzündə qalan ümumiyyətlə, daha doğrusu ipək kimi elə suyun üzündə qalan 3 illik olur da. Yəni amma gah yuxarı, gah aşağı qalxan 2 illik olur. Və bu hissələrə diqqət yetirmək lazım. Təbii ki, yenə də qeyd etdiyim kimi məqsədim bunu əvvəldən axıra qədər məzmunu qeyd eləmək deyil. Əsas çünki ümumiyyətlə oxumaq lazımdır. Hər bir hissəsini cümlə bə cümlə oxumaq lazımdır. Amma düşündüm ki, belə əsas yerləri qeyd eləyək, inşallah faydalı olar sizin üçün. Və bilirik ki, qızların oğlanları fərqləndirəndə də oğlanları Allahverdi xanın durduğu cərgəyə göndərir, qızları isə Frank padşahının vəziri olan cərgədə yerləşdirir. Həmçinin onların Pəri Sultanla kəbini kəsiləndə də onlara kim şahiddir? Yəni kim şahidlik edir? Əhmədə Allahverdi xan şahidlik edir, Pəri Sultana isə Şah Abbas. Yəni bu qədər. Ümid edirəm ki, əsas yerləri sizin üçün qeyd edə bildim. İnşallah faydalı olar. Amma yenə də ədəbiyyatı, ümumiyyətlə MİQ imtahanına hazırlaşanda ədəbiyyatı daha çox oxumağa çalışın. Yəni test demirəm işləməyin, işləyin, əlbəttə ki, faydası var, amma vaxtınız az qalıbsa da, vaxtı düzgün dəyərləndirmək istəyirsinizsə də, Azərbaycan dilindən çoxlu test işləyin, ədəbiyyatda çoxlu oxuyun. Yəni bu həqiqətən belədir. Vaxt az qalıbsa da, yəni yenə də deyirəm, bu müddəti dəyərləndirmək istəyirsinizsə də, ədəbiyyatdan test işləməyə yox, ədəbiyyatı oxumağa, daha çox oxumağa vaxt ayırın. Amma Azərbaycan dilini isə daha çox testlərin üzərində işləyin. Bu qədər.